Salam əziz izləyicilərim, xoş gördük sizi Xatirənin mətbəxində. Çox ləzzətli, dadlı, bol tərəvəzli kələpur hazırlayıram, sizinlə bölüşürəm. Mənə lazım olan ərzaqlar ət, mal əti, quyruq, göyərti, çeşni, şüd, cəfəri, quru soğan, pomidor, şirin bibər, acı bibər, duz, ərinmiş kərəyağı. Qazanın içərisinə soğanı halqa-halqa doğrayıram. Ətlə quyruğu soğanın üzərindən əlavə eləyirəm. Elə bil bu yeməyi quyruqsuz heç cürə təsəvvür eləmirəm. Bu yeməyin dadı, tamı, ləzzəti quyruqdadır. Hökmandır, buna quyruq vurmalısan. Biraz da kərəyağı atıram. Quyruqsuz bu yeməyin dadı yoxdur. Quyruqsuz eləmək yəni ki düzgündür də. Ətin üzərinə yenə soğanları halqa-halqa doğrayıram. Bibərləri doğrayıram halqa-halqa. Qat-qat qazana yığıram. Çox ləzzətli yeməkdir. Bu vaxtın yeməyidir, yəni yayın yeməyidir. Tərəvəzli, qəşəng, bol tərəvəzli. Pomidordur, bibərdir, göyərtilərdir. Ləzzətli olur. Hardasa bir həftədə, 10 gündən bir bu yeməyi bişirmək olar. Pomidoru da əlavə eləyirəm yeməyin üzərindən. Doğrayıram halqa-halqa. Bu bizim zonada çox bişən yeməkdir. Çox vaxt toylarda da bu yemək bişir. Yeməyə alça da əlavə elədim. Yəni evlərdə də çox bişən yeməkdir. Yayda mən özüm də bu yeməyi çox bişirirəm. Düzdür, cürbəcür bozartmalar, ondan soyutmalar var, amma bunun da yeri ayrıdır. Bu yeməyin dadı kələpurdur, çox ləzzətli olur. Göyərti də buna çox dad verir. Cəfəridir, çeşnişdir, şüddür. Ləzzətli eləyir yeməyi, ətirli eləyir. Tökmə qazanda bişirirəm mən bunu, qədimi tökmə qazandır. Hökmandır, belə qalın qazanda bişməlidir yemək. Bu nazik qazanda yemək bişirmək olmaz, dibi tutar. Buna elə bil duzunu da əlavə elədim, sarı kökün. Ərinmiş kərəyağı da vururam. Bir çaşkada qaynanmış su əlavə eləyəcəm. Yəni isti-isti əlavə eləyirəm ki, ətin kəfi çıxmayacaq. Qətiyyən yeməyi çəkəndə də görəcəksiniz ki, ətin kəfi yoxdur. Qoyuram qaynara düşür, sonra vamxodda qəşəng bunu bişirirəm. Hardasa saat yarıma 2 saata tamam ət həlməl bişənə qədər, suyu çəkilib yağa düşənə qədər bunu ocaqdan götürmürəm. Yeməyim az qalır bişməyə. Görürsünüz nə qədər aşağı gedib yemək, hamısı tərəvəzlər bişdikcə onu göstərir qazandakı, yəni bişib tərəvəzlər çöküb hamısı aşağı. Ağzına qədər doldurmuşdum mən yeməklə. Ət çox həlməl bişib, inan sümüyündən ayrılıb, çox ləzzətli, dadlı. Öz bişirdiyim qara çörəklə, lavaşla servis eləyirəm. Siz də inşallah bişirməmişsinizsə, bişirin. Bu yeməyi bişirsiniz, həmişə yeməkdən bişirəcəksiniz. Çox ləzzətlidir, dadlıdır, həqiqətən tamlı. Yayda da ancaq belə yeməklər gedir. Tamam qupquru olmur da. Biraz özünün belə yağlı, bir azca suyu qalır. Sağ olun, sağlıqla qalın.